Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Allah azze ve celle izniyle bugün əqidə dərslərimizin ikincisinə başlayırıq. Qısa olaraq xatırlamağa çalışsaq, keçən dərsimizdə əqidə elminin faydalarından danışmışdıq. Nə üçün müsəlmanlar əqidələrini bilməlidirlər, əqidə elminə önəm verməlidirlər, bu barədə danışmışdıq. Və həmçinin əqidə sözünün lüğəvi və şəri mənasına toxunmuşduq. İslam əqidəsi deyildiyi zaman nələr qəsd olunur, o barədə danışmışdıq. Sonra əqidə kitablarının isimləri barədə danışmışdıq. Umumən əqidənin, səhih əqidənin cəmiyyətə, topluma, insanlara vermiş olduğu faydadan danışmışdıq. Bugün isə Allah Azze və Cəllə ilə yenə çox vacib və önəmli olan bir termin barədə danışacağıq. O da sələf sözü, sələf-i salih sözü nə deməkdir, o barədə danışacağıq. Çünki əlhəmdülillah, əqidə elmini düzgün başa düşə bilmək üçün, əqidə ilə bağlı məsələləri düzgün başa düşmək üçün onun təməlini doğru qoymaq lazımdır. Təməl əsasları, əqidə üsulunu doğru qoymaq lazımdır. Hələ ki biz əqidə üsulu barədə gedirik. Keçən dərsdə əqidə, bu dərs sələf, gələn dərs əhl-i-sünnə vəl-cəmaa. Bu şəkildə bəzi terminlər var ki, o terminlər üzərində duracağıq, o terminlər üzərində danışmağa çalışacağıq. Ta'rifu sələf və bugünkü dərsimiz sələfin tərifidir. Əs-sələfu fil-lüğəti, lüğəvi mənada sələf, huvə mə məda və təqaddəm. Keçmişdə olan deməkdir, keçmiş deməkdir, öncədən gələnlər deməkdir. Başqa bir mənada əl-cəmaətul mütəqaddimun, bizdən öncə yaşayan cəmaatlar, əvl qavmul mütəqaddimun fis-seyri, yaş olaraq, nəsl olaraq, ömür olaraq bizdən öncə yaşayan cəmiyyətlər, topluluqlar, cəmaatlar sələf sözünün içərisinə daxil olur. Necə ki Allah Azze və Cəllə buyurur ki: "Fələmmə əsəfunə təqamnə minhum fəəğrəqnahum əcmaîn fəcəalnahum sələfən və məsələn lil-əxirin." Nə zaman ki onlar bizi qəzəbləndirdilər, biz onların hamısını boğduq, suda boğduq və onları sonradan gələnlər üçün sələf etdik, ibrətlik bir sələf etdik. Yəni sonradan gələnlər üçün keçmişdə yaşanılan hadisələr üçün bir misal etdik. Yəni burada baxırıq ki, ayət-i kərimədə Allah Azze və Cəllə sələf kəlməsini lüğəti bir mənada istifadə edir. Çünki biz lüğəvi mənalardan danışarkən nə demişdik? Lüğəvi mənalar belə idi ki, məsəl üçün əqidə, yəqin olaraq inandığın elm əqidə idi. İstər bu haqq olsun, batıl olsun, lüğəvi mənada əqidə adlanırdı. Amma İslam əqidəsi, haqq əqidə deyəndə bunun özünə xas tərifi vardı. Sələf də bu şəkildədir. Termin olaraq sələf bizdən öncə yaşayanlardır. İstər bunlar haqq əhli insanlar olsun, istər batıl əhli insanlar olsun, hamısı sələfə daxildir. Amma bunun artıq lüğəvi mənasında sələf-i salih deyə dediyimiz zaman artıq başqa mənalar verir. Və ayətin izahına gələndə cəalnahum sələfən mütəqaddiminə limən amilə bi'amalihim və zəlikə liyətəbirə bihim mən ba'dahum və liyyəttəizə bihimul əxirun. Yəni Allah Azze və Cəllə buyurur ki, onları biz sələf etdik. Yəni kimlər üçün? Sonradan gəlib onların əməllərini edəcək olanlar üçün biz sələf etdik. Yəni onlar bu əməlləri etmişdilər, bu xətalara düşmüşdülər. Siz də bu xətalara düşməyin deyə onları sizə bir sələf etdik və onlardan sonra gələnlərə onları bir ibrət etdik ki, sonra gələnlər bundan öyüd nəsihət götürmüş olsunlar. وَالسَّلَفُ مَنْ تَقَدَّمَكَ مِنْ آبَائِكَ وَذِي قَرَابَتِكَ الَّذِينَ هُمْ فَوْقَكَ فِي السِّنِّ وَالْفَضْلِ وَلِهَذَا سُمِّيَ الصَّدْرُ الْأَوَّلُ مِنَ التَّابِعِينَ بِالسَّلَفِ الصَّالِحِ. Və həmçinin sələf bizdən öncə yaşayan, yaş və fəzilət olaraq bizdən böyük olan atalarımız, qohumlarımız, bunlar hamısı sələf termininin içərisinə daxildir. Buna görə də ilk nəsilə, tabiindən olan o ilk nəsilə sələf-i salih olaraq isim verilmişdir. Çünki onlar da bizdən öncə, yaş olaraq bizdən öncə idilər. Həmçinin də fəzilət olaraq da üstün olduqlarına görə olaraq sələf-i salih deyilmişdir. Xülasə, lüğəvi mənadan, yəni sələf sözünün lüğəvi mənası bundan ibarətdir ki, istər haqq əhli olsun, istər batıl əhli olsun, bizdən öncə yaşamış ümmətlər, cəmaatlar, insanlar, qohum əqrabalarımız və s. bunlar hamısı sələf termininin, lüğəvi olaraq sələf termininin içərisinə daxil olur.
Əs-sələfu fil islah şəri mənada, şəriətin ona vermiş olduğu mənada sələf deyildiyi zaman İzə utliqa sələfu ində uləmə-il i'tiqad, etiqad alimlərinin yanında sələf deyildiyi zaman فإن تعريفاتهم تدور حول أصحاب القرون الثلاثة الأولى المفضلة من الصحابة والتابعين أو الصحابة والتابعين وتابعيهم بإحسان. Sələf etiqad alimlərinin, əqidə alimlərinin yanında sələf deyildiyi zaman onların qəsd etdiyi təriflərinin əhatəsi bundan ibarətdir ki, onlar ilk 3 nəsli, o fəzilətli olan ilk 3 nəsli əhatə etmişlərdir. Bəzi təriflərə görə sələf deyildiyi zaman sahabə, tabiin, bəzi təriflərə görə sahabə, tabiin və ətba tabiin 3-cü nəsil də bunun içərisinə daxil olmuşdur. Mimmən şəhidə ləhum Rasulullah sallallahu aleyhi və səlləm bil xeyriyyə, onlar xeyirlə Allah Resulü sallallahu aleyhi və səlləmə şahid olmuşlardır. Fəəshabu hədihil qurunil mübarəkətə əfdalil ümməti aləl itlaq, onlar ümumi olaraq bu ümmətin ən fəzilətli, mübarək olan nəslidirlər, nəslində yaşayan əshabıdır. Fihimus siddiqun və şühədə və salihin, onlar sadiqlərdir, şəhidlərdir, salihlərdir. Və əimmətud dinillezine ixtarahumullahu teala li suhbeti nəbihi sallallahu aleyhi və səlləm, onlar bu dinin alimləridir. Allah Azza və Cəllə onları öz nəbisinə dost olaraq seçdi. Və təbliğ risalətihi, Rasulullah sallallahu aleyhi və səlləmin risalətini təbliğ edən dəvətçilər olaraq seçdi. Və humur rasikhunə fil ilmi muhtədunə bihədin nəbi, onlar Peyğəmbər sallallahu aleyhi və səlləmin öyrətdiyi elmdə qüvvətdə olan, onun yolu üzərinə olanlardır. Əl-hafizunə li sünnətihi, onlar onun sünnətini qoruyanlardır. Və hum a'lamul huda və məsabihud duca, onlar elmləri ilə, hidayətləri ilə, öndərlikləri ilə bilinən şəxslərdir. Thumma mən təbi'ahum min uləmə-il İslamil udul, və sonra isə, yəni artıq o sahabə tabiin və bir tərifə görə sahabə tabiin və ətba tabiindən sonra gələnlər, yəni o 3 nəslə tabi olanlar, ədalətli İslam alimləri, minəl əimmətil a'lam, bilinən məşhur olan alimlərdir ki, onlar nə ilə bilinir? Əl-məşhud ləhum bil imamə, onlar da imamlıqlarına şahid olunan insanlardır. Vəl-fadl, və həmçinin fəzilətlərinə şahid olunan insanlardır. وَاتِّبَعِ sünnə vəl-imaməti fiyhə, sünnətə tabi olma və bu xüsusda imam olmaqlarına şahid olunan insanlardır. وَاجْتِنَابِ الْبِدْعَةِ وَالْحَذَرِ minhə, həmçinin bidətdən uzaq durma və bidətdən çəkindirmə yönündə imamlıqlarına şahid olunan insanlardır. وَمِمَّنْ اِتَّفَقَتُ الْأُمَّةُ عَلَى إِمَامَتِهِمْ وَعَظِيمِ شَأْنِهِمْ فِي الدِّينِ, və bütün ümmət onların dində olan şəninə, uca şəninə və imamlıqlarına ittifaq etmişlərdir, icma etmişlərdir. Yəni, baxın qardaşlar, burada söhbət kimdən gedir əlbəttə? Sahabə tabiin nəslindən sonra yaşamış, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətini qorumağa çalışan, sahabələrin Allah Resulü sallallahu aleyhi və səlləmdən öyrənib sonraki nəsillərə ötürdüyü dini insanlara təbliğ edən o muvahhid, o mücəddid alimlərdən söhbət edilir. Ki, o alimlər deyil, diqqət edin, axış necə gəldi? Birinci sələf gəldi, sonra sələfə tabi olan alimlər gəldi. Və sələf də dedik ki, 2 qrupdur. Onlar kimlərdir? Yəni, 2 tərif üzərinədir. Sahabə tabiin, ikinci tərifə görə sahabə tabiin və ətba tabiindir. Və sonraki gələn imamlar da bu 2 və 3 qrupa tabi 3 nəslə və 2 nəslə tabi olan fəzilətləri ilə, imamlıqları ilə bilinən alimlərdir. وَلِهَذَا سُمِّيَ الصَّدْرُ الْأَوَّلِ بِالسَّلَفِ salih, və buna görə də, bu səbəblə də ilk nəsil sələf-i salih olaraq adlandırılmışdır. Baxın, sələf yox, sələf-i salih olaraq adlandırılır, salih sələf. Yəni, sələf dediyimiz zaman bizdən öncə yaşayanlar qəsd olunur. Amma sələf-i salih dediyimiz zaman bizdən öncə yaşayan və fəzilət, salihlik, sadiqlik, şəhidlik, imamlıq, öndərlikdə öncü olanlar qəsd olunur. Buna görə Allah Azza və Cəllə buyurur ki, وَمَنْ يُشَاقِّ الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّى وَنُصْلِهِ جَهَنَّمَ وَسَاءَتْ مَصِيرًا. Kim haqq özünə apaçıq bildirildikdən sonra Allahın Rasuluna qarşı çıxar və möminlərin yolundan ayrılarsa, onu getdiyi o cəhənnəm yolunda buraxarıq. Orası nə pis bir yoldur, nə pis bir gedişdir. Baxın, burada وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ, və möminlərin yolundan ayrılarsa. Yəni, burada diqqət edin,
sadəcə qəsd olunan Allah Resulü sallallahu aleyhi və səlləmə qarşı durma deyil. Möminlər də burada xüsusi olaraq vurğulanıb ki, onların şənləri ucalsın, əzəmətləri ucalsın. Bunlar kimdir? Əlbəttə ki, sahabə nəslidir. Hansı ki, onlar sələf-i salih olaraq adlandırdığımız Peyğəmbər sallallahu aleyhi və səlləmin yoldaşları, tələbələri, Allah Resulü sallallahu aleyhi və səlləmin dünyanın bir çox yerlərinə, bir çox qövmlərə dəvətçi olaraq yetişdirib göndərdiyi və Peyğəmbər sallallahu aleyhi və səlləmin ölümündən sonra da dünyanın hər bir yeri İslamı yayan dostları və tələbələridirlər. Baxın, onları ona görə Allah Azza və Cəllə ucaldaraq buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləmə qarşı çıxan və möminlərin yolundan ayrılarsa. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında möminləri də, onun tələbələri, onun yoldaşları da bu ayətlə ucaldılmış oldu. Həmçinin Allah Azza və Cəllə buyurur ki, وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي تَحْتَهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ. Muhacir və ənsardan önə keçənlər və onlara ən gözəl şəkildə tabi olanlar, Allah onlardan, onlar da Allahdan razıdır və Allah onlara altından çaylar axan, əbədi qalacaq cənnətlər hazırlanmışdır. Və bu onlar üçün böyük bir qurtuluşdur. Baxın, Allah Azza və Cəllə burada muhacir və ənsar, sahabə topluluğunu tərif edir və davamınca nə buyurur? Və onlara ən gözəl şəkildə tabi olan, yəni sonraki nəsilləri də, sahabə nəslinə tabi olan insanları da Allah Azza və Cəllə bu ayətində tərif edir və onlara da sahabəsinə verdiyi müjdələri verməyi təmənni edir, müjdə verir Allah Azza və Cəllə ki, sahabə nəslinin müjdəsi budur və həmçinin onlara ən gözəl şəkildə tabi olan insanların da müjdəsi budur. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, xayrun nəsi qarni, thumməl-ləzinə yəlunəhum, thumməl-ləzinə yəlunəhum. İnsanların ən xeyirlisi mənim zamanımda yaşayanlar, sonra onlardan sonra gələnlər, sonra onlardan sonra gələnlərdir. Baxın, Allah Resulü sallallahu aleyhi və səlləm yenə burada 3 nəsildən danışır. Öz zamanında yaşayan sahabəsindən, tabiin nəslindən və ətbə tabiin nəslindən danışır. Və Rasulullah sallallahu aleyhi və səlləm və sahabətuhu və tabi'unə ləhum bi ihsan hum sələfu hədihil ümməti. Rasulullah sallallahu aleyhi və səlləmin sahabəsi və onlara ən gözəl şəkildə tabi olanlar bu ümmətin sələfidirlər. Və kullu mən yəd'u ilə misli mən da'a ileyhi Rasulullah sallallahu aleyhi və səlləm və sahabətuhu və tabi'unə ləhum bi ihsan fəhu alə nəhci sələf. Və hər kim ki Rasulullah sallallahu aleyhi və səlləmin, onun sahabəsinin və onlara ən gözəl şəkildə tabi olanların dəvəti üzrə olarsa, dəvət etdiyi kimi dəvət edərsə, fəhu alə nəhci sələf, o sələfin izi üzərinə, sələfin mənhəci üzərinədir. Və təhdidü zəməniyyü leysə şərtan fi zəlik. Və burada hər hansısa bir zaman məhdudiyyəti yoxdur. Belə bir təhdid, belə bir şey yoxdur ki, mütləq sələf dediyimiz zaman, sələf salih dediyimiz zaman xüsusi bir zaman məhdudiyyəti yoxdur burada. Bəl, əş-şərtu huvə müvafəqatul kitəbi və sünnəti fil-aqidəti vəl-əhkəmi və-s-suluki bi-fəhmi sələf. Fəkullu mən zəfəqəl kitəbə və sünnətə fəhvə mən ittəbə'ə sələf. Və in bə'ədə beynəhu və beynəhumul məkənu və zəmən və mən xaləfəhum fəleysə minhum və in aşə beynə zahraneyhim. Və burada davam edir şeyh ki, əksinə, kim əqidədə, yaşayışda, əhkamda, sələfin fəhmi üzərinə kitab və sünnətə tabi olarsa, onlar kitab və sünnətə tabi olub, sələfə tabi olmuşdur. Kitab və sünnətə müvafiq olaraq sələfə tabi olmuşdur. Hətta zaman və məkan olaraq onlardan ayrı yaşasa da. Kim ki deyir, onlara müxalif olarsa, وَمَنْ خَالَفَهُمْ فَلَيْسَ مِنْهُمْ. Onlardan deyil. Kim ki artıq onlara müxalifət etsə onlardan deyil. وَاِنْ عَاشَ بَيْنَ زَهْرَانِهِمْ. Onların arasında yaşamış olsa belə. Yəni burada yazanın bizə bildirmək istədiyi şey nədir? Burada əsas olan şey o zamanda, o məkanda yaşamaq deyil. Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında yaşamaq, onu görmək, onunla eyni şəhərdə, eyni bəldədə olmaq deyil. Burada məsələ kitab və sünnətə Rasulullah sallallahu aleyhi və səlləmin öyüd və nəsiyyətləri üzrə, Allah Rasulü sallallahu aleyhi və səlləmin qoyduğu o sələf fəhmi üzrə tabi olmaqdır. Çünki o sələf fəhmi
Onlar Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında olublar. Allah Resulü sallallahu aleyhi və səlləmlə çox vaxt keçirdiblər. Onun hədislərini biliblər və Allah Resulü sallallahu aleyhi və səlləmin halları üzərinə Quran və sünnəti başa düşüblər. Ona görə Allah Resulü sallallahu aleyhi və səlləm onları tərif edir. Allah azza və cəllə ayətlərində onları tərif edir. Və əlbəttə ki, onlar tabi olunmağa daha haqq sahibidirlər başqalarından. Və burada bizə bildirilən şey odur ki, yəni, əlhamdülillah, bu gündə və ya orta əsrlərdə də, onlardan sonraki zaman və məkanlarda da əgər bir kəs Quran və sünnəti sələfin fəhmi üzrə anlayırsa onlardandır, o yol üzərindədir, onların mənhəci üzərindədir. Hətta ayrı bir məkan və zamanda olmuş olsa belə. Və İmam-ı Sələf-i Salih huvə Rasulullah sallallahu aleyhi və səlləm. Və Sələf-i Salihin imamı da Rasulullah sallallahu aleyhi və səlləmdir. Yəni, biz sələfdən danışırıq, Sələf-i Salihdən danışırıq, onların öndərliyindən danışırıq, öncülüyündən danışırıq, onların nümunə olmasından danışırıq və əlbəttə onların da özlərini nümunə götürdükləri, örnək götürdükləri, imam olaraq qəbul etdikləri Rasulullah sallallahu aleyhi və səlləmdir. Bu barədə Allah azza və cəllə buyurur ki, Muhammedur Rasulullah vəl-ləzīnə mə'ahu əşiddəu aləl-kuffər ruhməu beynəhum. Muhammed Allahın elçisidir və onunla bərabər olanlar kafirlərə qarşı şiddətli, öz aralarında isə bir-birlərinə qarşı mərhəmətlidirlər. Tərahum rük'an succədən yabtağuna fadlan minallahi və ridvanan simahum fi vucuhihim min əsəri sucud. Və sən onları rükə edərkən, səcdə edərkən, Rəblərinin razılığını qazanmağa çalışarkən görərsən və onların üz simalarında səcdə izləri vardır, səcdənin izləri vardır. Baxın, Allah azza və cəllə bu ayətdə Rasulullah sallallahu aleyhi və səlləmin yanında olanları vəsf edir və Rasulullah sallallahu aleyhi və səlləm burada onu Rəsul olaraq vəsf eləməklə onların imamı olduğunu bildirir. Muhammedur Rasulullah, Muhammed Allahın Rəsuludur və onunla bərabər olanlar deyə vəsiflər verdikləri də Rasulullah sallallahu aleyhi və səlləmin tələbələri və sahabiləridir ki, onlar Allahın Rəsuluna tabi olan, onu özlərini imam edən kəslər idilər. Və qəd qaranallahu Teala beynə ta'atihi və ta'ati Rasulihi sallallahu aleyhi və səlləm. Allah azza və cəllə özünə itaətlə Rəsuluna itaətini bərabərləşdirərək buyurur ki, və mən yuti'illəhə və rasulə. Kim Allaha və Rasuluna itaət edər, Rasula itaət edərsə, fəuləikə ma'əl-ləzīnə ən'amallahu aleyhim minən-nəbiyyinə və-s-siddiqinə və-şühədəi və-salihin və hasunə uləikə rafiqə. Kim Allaha və Rasula itaət edərsə, Allahın üzərlərinə nemətlər verdiyi nəbilər, sıddıqlar, şəhidlər və salihlərlə bərabər olar və hasuna ulaika rafiqa. Onlar necə də gözəl dostlardırlar. Və ca'alallahu ta'atar Rasuli sallallahu aleyhi və səlləm ta'atan ləhu subhanahu və ta'ala. Yəni Allah azza və cəllə Rasuluna itaəti özünə itaət qəbul edərək buyurur ki, mən yuti'ir Rasulə fəqəd ətəallah. Kim Rasula itaət edərsə, Allaha itaət etmiş olar. Və mən təvəllə, kim də üz döndərərsə, fəmə ərsəlnəkə aleyhim hafizə. Səni onun başına, onun üzərinə qoruyucu olaraq göndərmədik. Və əxbərallahu azza və cəllə ənə adəmə ta'atir Rasuli sallallahu aleyhi və səlləm muhbitun və mubtilun li cəmi'il a'mal. Və həmçinin Allah azza və cəllə Rasula itaətin olmamasının bütün əməlləri batil və boş edəcəyini bildirərək buyurur ki, ya eyyuhəl-ləzīnə əmənu əti'ullaha və əti'ur rasulə və la tubtulu a'malakum. Ey iman gətirənlər, Allaha və Rasula itaət edin ki, əməlləriniz boşa getməsin, əməlləriniz boşa çıxmasın. Baxın, yenə bu ayətdə Allah azza və cəllə yəni Rasulullah sallallahu aleyhi və səlləmə itaətdən danışır. Baxın, bu ayətlərdə yenə mən bunu demək istəyirəm. Yenə bu barədə ayətləri zikr eləyəcəyik inşallah. Sadəcə biz əgər bu məsələlərə hədisləri inkar edən insanların fəhmi ilə baxsaq, nəyi görürük ortada? Bu ayətlərin hər biri qaldı Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında. Bu günə bunun heç bir aidiyyəti yox. Nə deməkdir bu? Allah azə və cəllə deyir ki, ey iman gətirənlər, Allaha və Rasuluna itaət edin. Allaha itaət necə olur? Onlar Quranı qəbul edirlər. Açdın Quran-ı Kərimi, oxudun, hökmlər barədə bildin və ona əməl etdin, Allaha itaət etdin.
Bəs Rasulullah itaət, hədislər gəlməyib, axı o dövrdən bu dövrə hədislər gəlməyib, gələn hədislər uydurmadır, alimlər uydurma hədislər yazıblar və s. bu kimi iddialar gətirirlər. O zaman bu ayətlərin Rasulullah itaət edin qismi nə olmuş olur? Hökmü iptal olmuş olur da, yəni nəticəsiz bir hökm olmuş olur. Allah Azze ve Celle əmr edir, Rasulullah itaət edin, amma Rasul bugün yoxdur. Ondan bizə qalan bir sünnə də yoxdur, hədis də yoxdur. O zaman ayətin bu qismi nə oldu? Bu tarixə qarışdı. Tarixdə bir hekayə kimi, tarixdə olmuş bir hadisə kimi, tarixdə Allah Azze ve Celle'nin əshabına əmri kimi qalmış olur. Yəni ki, bu əmirdir, bəli, bunu icra eləmək vacibdir, amma kimə? Peyğəmbər sallallahu aleyhi və səlləmin sağlığında görən, onunla bərabər olub, onunla bərabər zamanda yaşayan insanlara aiddir ki, artıq onlar Peyğəmbər sallallahu aleyhi və səlləmə itaət etdilər. Bizə nə qaldı? Onların itaətlərinin nümunələri qaldı və bu bir tarixi həqiqətdir, tarixi bir dərsdir, tarixi bir nümunədir. Amma bugün hökm olaraq heç bir əhəmiyyəti qalmamış oldu. Hökm olaraq, yəni artıq bunun vacibiyyəti yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləmdən mənə bir əmr, mənə bir qadağa gəlib çatmayıbsa, mən Peyğəmbər sallallahu aleyhi və səlləmə necə itaət edəcəm? Deməli, qalır bir dənə Allah Azze ve Celle'yə itaət etmək ki, bu da yəni, çox absurd bir iddiadır. Quranın bu şəkildə olan hökmlərinin iptal edilməsi deməkdir. Quranın qiyamətə qədər hökmünün davam edilməsi olduğunu lazımı ilə inkar etmək deməkdir ki, bu da Allah qorusun insanı küfrə salıb dindən çıxarıcı bir sözdür və bir etiqaddır. Və nəhən Allahu Teala an müxalafəti əmrihi sallallahu aleyhi və səlləm. Həmçinin Allah Azze ve Celle bizə Rasulunun əmrinə üsyan etməyi, müxalifət etməyi də qadağan etmişdir. Allah Azze ve Celle buyurur ki, وَمَنْ يَعْسِ اللّٰهَ وَرَسُولَهُ وَيَتَعَدَّ حُدُودَهُ يُدْخِلْهُ نَارًا خَالِدًا فِيهَا وَلَهُ عَذَابٌ مُهِينٌ. Kim Allah'a və onun Rasuluna isyan edər və hədləri aşarsa, onu cəhənnəmə daxil edərik. وَلَهُ عَذَابٌ مُهِينٌ və orada onun üçün alçalıcı bir əzab vardır. Yəni gördüyünüz kimi Allah Azze ve Celle bu ayətlərdə Rasulullah sallallahu aleyhi və səlləmə itaət edənlərə müjdə verir. Ona müxalifət edənlərə isə təhdidlər bildirir ki, onları nə gözləyir. O zaman belə çıxır ki, bu ayətlə bağlı gələn müjdə və təhdidin bizə aidiyyəti yoxdur. Bu da yenə tarixi bir hadisə olaraq qalır. Çünki yenə Allah Resulü sallallahu aleyhi və səlləmin hədisləri yoxdur və biz Allah Resulü sallallahu aleyhi və səlləmə itaət və üsyanla, yəni o sağ olmadığı üçün, yanımızda olmadığı üçün birbaşa müxatab deyilik və ona görə də bu ayətdə verilən, o hansı ki itaətlə bağlı verilən ayətlərdəki müjdələrin də bizə heç bir aidiyyəti yoxdur. Həmçinin ona müxalifət etməkdə verilən cəzaların da, ona verilən təhdidlərin də bizə heç bir aidiyyəti olmamış olur ki, yenə bu da çox insanların belə deyim də zihinsel və beyinsel olaraq bir-birlərini qarşı fikirlərə daşıdıqları lazımsız sözlərdən, kəlamlardan birisidir. Və əmrən Allahu Azza və Cəllə ən nəxuza mə əmrənə bihi sallallahu aleyhi və səlləm və nətrukə mə nəhənə anhu sallallahu aleyhi və səlləm. Həmçinin Allah Azza və Cəllə bizə Rasulullah sallallahu aleyhi və səlləm nəyi əmr etdisə onu götürməyimizi, nəyi də bizə qadağan etdisə onu tərk etməyimizi əmr edərək buyurur ki, وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا وَاتَّقُوا اللّٰهَ إِنَّ اللّٰهَ شَدِيدُ الْعِقَابِ. Rasul sizə nəyi verdisə onu alın, sizə nəyi də qadağan edirsə onu tərk edin. Allahdan qorxun, şübhəsiz ki, Allahın əzabı şiddətlidir. Və əmrən Allahu Cəllə və Alə ən nuhakkimə Rasulahu sallallahu aleyhi və səlləm fi kulli şə'nin min şuuni həyətinə və ən nərcə ilə hukmihi və əmrihi. Həmçinin Allah Azza və Cəllə bizə həyatımızda baş verən hər bir işdə, hər bir hadisədə onun Rasulunun hökmünə baxmağımızı və həmçinin onun əmrinə və hökmünə müraciət etməyimizi əmr edərək buyurur ki, فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّى يُحَكِّمُوكَ فِي مَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا فِي أَنفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا. Xeyr, Rəbbinə and olsun ki, aralarında çıxan ixtilaflarda səni hakim təyin edib, verdiyin hökmə içlərində, nəfslərində heç bir sıxıntı yaşamadan, sənə tam təslim olmadan əsla iman gətirmiş olmazlar.
Baxın, burada da Allah Azza və Cəllə bizlərə Rasulullah sallallahu aleyhi və səlləmi həyatımızın mərkəzinə qoymağımızı, başımıza gələn hadisələrdə onu nümunə götürməyimizi, aramızda çıxan ixtilaflarda Allah və Rasulunun hökmünə qayıtmağımızı əmr edir. Və biz dediyim kimi yenə ora gəlirəm. Bəlkə sözlərim təkrar olur, amma bunu dalbadal demək istəyirəm ki, bəlkə bu dərsimiz onlardan kimisə əlinə keçər və deyər ki, qulaq asar, deyər ki, həqiqətən də biz bu ayətlərlə neyniyək? İndi bəs yaxşı, mən ixtilafa düşdüm. Rasuluna necə yönələcəm? Onun əmrinə, onun qadağasına, onun bu məsələlərdə yanaşmasına necə yönələcəm? Yoxdur axı bu Rəsul. Ondan bizə heç bir hədis, heç bir qaynaq gəlməyib. Buxari yalandır, Müslim yalandır, hədislər yalandır, hamısı uydurmadır. Hamısı Peyğəmbər sallallahu aleyhi və səlləmdən 150-200 il sonra yaşamış insanların Allah Resulü sallallahu aleyhi və səlləmin adını yazmış olduğu uydurmalardır. Əstəğfurullah və tövbə. Bu onların iddiasıdır. Biz bundan uzağıq və bundan Allah'a sığınırıq. Hər halda insan bəzən bir şeyləri düşünəndə görür ki, uyğun deyil nəysə. Çünki Allah Azza və Cəllə bizə ağıl neməti verib, Allah Azza və Cəllə bizə fəhm etmə neməti verib, düşünmə neməti verib, təfəkkür neməti verib. Və Quran-ı Kərimdə bir çox yerlərdə də bunu zikr eləyir. Əfələ yətədəbbərunəl Qur'an. Onlar heç Quranı düşünməzlərmi? Məsəl üçün. Zəlikum vassakum bihi leallekum tezekkerun. Rəbbiniz sizə bunları vəsiyyət etdi ki, bəlkə düşünəsiniz. Yəni Quran-ı Kərimdə Allah Azza və Cəllə bir çox yerlərdə bizi təfəkkürə, düşüncəyə sövq edir. Nəyə görə düşüncəyə və təfəkkürə sövq edir? Allah Azza və Cəllənin əmr və qadağalarını anlamağa görə. Düşünmək, əql etmənin və onu həmçinin əql etmək, düşünmək və yaşamaq. Əql etməklə yaşamanın ortasında olan bir məfhumdur. Düşünmə, tədəbbür etmə, təfəkkür etmə. İndi düşünün ki, bu gözəl ibadəti insan ağıl neməti ilə yerinə yetirir. Və o insanlar da Allah Azza və Cəllənin onlara vermiş olduğu ağıl neməti ilə düşünsələr, görərlər ki, nə qədər böyük səhv edirlər. Necə ki, ağıl neməti ilə güya təsbit edirlər ki, necə oldu Buxari Peyğəmbər sallallahu aleyhi və səlləmdən təxminən 2 əsr sonra yaşadı, amma o hədisləri topladı. Bunu ağıl neməti ilə inkar eləməyə çalışırlar. Amma onu düşünə bilmirlər ki, bəs Allah Azza və Cəllənin Rəsuluna itaətlə, onun hökmünə müraciət eləməklə, onu hakim etməklə bağlı məsələlərə bəs necə əməl edirlər? Bunu da ağıl nemətlə düşünmək lazımdır. Və nə edirlər? Onlar İslamın tarixini ağıl neməti ilə inkar edirlər. Amma küfrün tarixini ağıl nemətinə inkar edə bilmirlər, onu qəbul edirlər. 2000 illik Bizans imperiyasının tarixini, sərkərdələrini, savaşlarını, hadisələrini, onların o bölünmələrini, ixtilaflarını və s. hamısını qəbul edirlər. Tarixi hadisələr kimi oxuyub onu qəbul edirlər. Amma Peyğəmbər sallallahu aleyhi və səlləmin 2 əsr sonra yaşamış olan alimlərin o tədvin dönəmində hədisləri toplayıb kitab halına gətirməsini qəbul edə bilmirlər. Amma 2000 öncə yaşamış o tarixi hadisələri qəbul edirlər. Hansı ki, Bizans dağılıb, tam dağıldı 1451-ci ildə və 2000-likdə bir tarixi var. Düşünün yəni. Miladi təqvimdən sonraki tarixə qədər gedib çıxırlar olan tarixi. Həmçinin daha öncəki yaşamış dövrlərdəki bəlli o əsrlərdə keçən dövrlər var da, tarixi hadisələr var. Onları qəbul edirlər. Amma İslam tarixinə gələndə, İslam tarixini qəbul etməmək üçün əllərindən gələn edirlər. Bu nədir, qardaşlar? Yəni, bu, həmin insanların zehinlərinin, qəlblərinin küfrə daha yatqın, açıq olduğunun, İslamdan da nə qədər uzaq olduğunun göstəricisidir. Və bəyyən Allahu Teala lənə bi'ənnə nəbiyyəhu sallallahu aleyhi və səlləm huvəl usvətul həsənəti vəl qudvətul salihə وَالنَّمُوذَجُ الْأَمْثَلُ الَّذِي يَجُبُ اتِّبَاعُهُ وَاِقْتِدَاءُ بِهِ. Həmçinin Allah Azza və Cəllə bizə, nəbisinin bizim üçün gözəl bir nümunə, salihlərin öndəri, tabi olunması bir misal, ittiba olunması vacib bir nümunə olduğunu bəyan edərək buyurur ki, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُ اللّٰهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللّٰهَ كَثِيرًا. Allahı və axirət gününü uman və Allahı çoxca zikr edənlərdə Allahın Rasulunda gözəl nümunələr vardır, gözəl örnəklər vardır. Baxın, əlhəmdülillah, Allah Rasulü sallallahu aleyhi və səlləm bizə hər yönü ilə nümunədir. Necə özü buyurur ki, gecəsi gündüz qədər apaçıq bir din qoydu. Allah Rasulü sallallahu aleyhi və səlləmin həyatı
Ayşə radiyallahu anhın bildirdiyi kimi Quran idi. Quranın yaşayışı idi və o hər halını zikirlə keçirdirdi. Və bizə də Allah Resulü sallallahu aleyhi və səlləm ən uca öndərdir, ən uca nümunədir. Ondan daha irəli bir nümunə yoxdur ki, biz ona tabi olaq. Resulullah sallallahu aleyhi və səlləm hər halıyla bütün insanlığa bir nümunədir. Ancaq burada kimlər üçün deyir? Allahı və axirət gününü uman və Allahı çoxca zikr edənlər üçün. Çünki Allah Resulü sallallahu aleyhi və səlləmi özünə nümunə götürən insanların dərdi nədir? Allahı və axirət gününü ummaqdır. Allah azza və cəllənin razılığını qazanmaqdır. Ahirət yurdunda xeyri əldə etmək, o xoşbəxt insanlardan olmaq, Firdovs adın kimi cənnətlərin sakinlərindən olmağa çalışanlardır. Və onların da bu yöndə olmasının göstəricisi Allahı çoxca zikr eləmələridir. Və İbn Kəthir rahimehullah bu ayətlə bağlı buyurur ki, insan əgər həyatını doğru, dürüst bir şəkildə yaşamaq istəyirsə, onun nümunəsi Peyğəmbər sallallahu aleyhi və səlləmdir. Və Allah Resulü sallallahu aleyhi və səlləmin həyatını oxuyanda görəcək ki, əsl kişi, gözəl nümunə, nümunəvi insan, əxlaqlı insan, özünü və toplumunu islah edən insan, fərd necə olmalıdır? Onu Allah Resulü sallallahu aleyhi və səlləmin həyatında görəcəkdir. Və qaranallahu cəllə və alə rıdahu və rıda Rasulihi sallallahu aleyhi və səlləm. Və həmçinin Allah azza və cəllə öz razılığı ilə Rəsulunun razılığını birləşdirərək buyurur ki, Vallahu və Rasuluhu əhəqqu ən yurduhu inkənu müminin. Əgər möminlər isəniz, Allah və Rasulü razı edilməyə daha haqq sahibidir. Yenə burada Allah azza və cəllə özünün razılığının yanında Rasulunun razılığını zikr edir. Və cəalə ittiba'a Rasulihi sallallahu aleyhi və səlləm alaniyətən alə məhəbbətihi subhanahu və teala fəqal. Yəni Allah azza və cəllə Rasuluna ittibanın özünə sevgi olduğunu apaçıq bildirərək buyurur ki, Qul in kuntum tuhibbunallaha fəttəbi'unu yuhbibkumullahu və yəğfir ləkum zunubakum vallahu ğafurur rahim. De ki, əgər Allahı sevirsinizsə, mənə tabi olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Şübhəsiz ki, Allah azza və cəllə bağışlayan və mərhəmətlidir. Qul əti'ullaha və rasulə fə in təvəlləv fə innallaha la yuhibbul kafirin. De ki, kim Allaha və Rasuluna itaət edərsə, qul əti'ullaha və rasul. De ki, Allaha və Rasuluna itaət edin. Üzr istəyirəm. Fə in təvəlləv, əgər üz döndərsələr, fə innallaha la yuhibbul kafirin. Şübhəsiz ki, Allah kafirləri sevməz. ولهذا كان مرجع السلف الصالح عند التنازع هو كتاب الله تعالى وسنة رسوله الأمين صلى الله عليه وسلم. Və bu səbəblədir ki, Sələf-i salihinin ixtilaf anında yönəldikləri şey Allah azza və cəllənin kitabı, mərciləri, onların mərciləri Allah azza və cəllənin kitabı və Rasulullah sallallahu aleyhi və səlləmin sünnəsidir. Necə bu barədə Allah azza və cəllə buyurur ki, Yə eyyuhəl-ləzīnə əmənu, əti'ullaha və əti'ur rasulə və ulil əmri minkum. Ey iman gətirənlər, Allaha itaət edin, Rasuluna itaət edin və sizdən olan əmr sahiblərinə də. فَإِنْ تَنَزَعْتُمْ فِي شَيْءٍ فَرُدُّهُ إِلَى اللَّهِ وَالرَّسُولِ إِنْ كُنْتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ذَلِكَ خَيْرُ وَأَحْسَنُ تَأْوِيلًا. Əgər Allaha və axirət gününə iman gətirmişsinizsə, aranızda olan ixtilaflarda hər hansısa bir şeydə ixtilafa düşsəniz, onu Allaha və Rasuluna qaytarın. Bu, nəticə baxımından daha gözəl və sizin üçün daha xeyirlidir. Burada da yenə Allah azza və cəllə ixtilaflarda Allaha və Rasuluna yönəlməyi bizlərə əmr edir. Apaçıq ayətdə فَإِنْ تَنَزَعْتُمْ فِي شَيْءٍ فَرُدُّهُ إِلَى اللَّهِ وَالرَّسُولِ. Əgər bir məsələdə ixtilafa düşsəniz, bunu Allaha və Rasuluna qaytarın, yönləndirin deyə Allah azza və cəllə əmr edir burada. Yenə burada sual verilir. Rasulullah sallallahu aleyhi və səlləm yoxdur. Hal-hazırda. Hədisləri də yoxdur. Necə qaytarıq bu hadisəni Rasuluna? Cavab yoxdur. Onda belə çıxır ki, ancaq bu ayətin Allaha qaytarın hissi bugün üçün keçərlidir. Rasula qaytarın hissi qaldı tarixi hadisələrin cəryanlarının içərisində. Bu da Quranın bir qismini iman edib, bir qismini inkar etmək kimi bir şeydir. Və əfdalus sələfi bə'də Rasulillahi sallallahu aleyhi və səlləm əs-səhabətul kiram radiyallahu anhum əcma'in
"Ellezine ahazu dinahum anin nebi sallallahu aleyhi ve sellem bisidqin ve ihlasin ve ilmin ve amelin kema vasafahumullahu Teala fi kitabihil aziz bi kavlihi subhana minel mu'minine ricalun sadaku ma ahadullah aleyhi feminhum men qada nahbehu ve minhum men yentedir ve ma beddelu tebdila." Və sələfin ən fəzilətliləri Rasulullah sallallahu aleyhi və səlləmdən sonra hörmətli sahabilərdir, səhabətül kiramdır ki, onlar dinlərini Peyğəmbər sallallahu aleyhi və səlləmdən sıdq ilə, ixlas ilə, elm və əməllə aldılar. Və buna görə də Allah Azza və Cəllə əziz kitabında onları belə buyurur, belə vəsf edir ki, möminlər içərisindən kişilər vardır ki, onlar Allaha verdikləri əhdlərə sadiq qaldılar. فَمِنْهُمْ مَنْ قَضَى نَحْبَهُ وَمِنْهُمْ مَنْ يَنْتَظِرُ. Onlardan bir qismi verdiyi o sözə sadiq qaldı, bir qismi gözləməkdədir. Və məbəddəlü təbdilə və onlar verdikləri sözü əsla dəyişməzlər. Onlar olduqları haldan əsla dönməzlər. Bu da yenə sahabə nəslini Allah Azza və Cəllənin bu ayətdə uzatmasıdır ki, Allah Azza və Cəllə onları ucaldır. Nə yöndə? Verdikləri sözə sadiq qalmaları yönündə. ثم الذين يلونهم من القرون المفضلة الأولى من التابعين ومن تبعهم بصدق وإخلاص və həmçinin yenə sahabə nəslindən sonra da ixlasla, ihsanla onlardan elm alanlar oldu ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Usikum bi ashabi thummellezine yelunhum thummellezine yelunhum." Sizə öz əshabımı tövsiyə edirəm, sonra onlardan sonra gələnləri, sonra onlardan sonra gələnləri. Yenə başqa bir hədisdə buyurur ki, "Xayrun nasi qarni thummellezine yelunhum thummellezine yelunhum." İnsanların ən xeyirləri mənim zamanımda yaşayanlar, sonra onlardan sonra gələnlər, sonra onlardan sonra gələnlərdir. Və son hədisimizlə Allah Azza və Cəllənin izni ilə bağlayırıq məsələni. Abdullah ibn Amr radiyallahu anhuma rivayet edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, "Təftəriqu ümməti alə 73 millətən. Kulluhum finnar illa milleten vahideten." Qala men hiye ya Resulallah? Qala ma ana aleyhi və ashabi. Ümmətim 73 firqəyə bölünəcəkdir. Onların hamısı ateşdə olacaq, biri xaric. Və soruşdular ki, ey Allahın Resulü, onlar hansılardır? Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən və əshabımın yolu üzərində olanlar və əshabını da xüsusi olaraq Allah Resulü sallallahu aleyhi və səlləm burada zikr edir və buna görə də və ləhədə fəs-sahabətu və-tabi'un ləhum hum əhəqqu bi-ittiba'i min qeyrihim. Və bu səbəblədir ki, sahabə və onlara ən gözəl şəkildə tabi olanlar, sahabilər və onlara ən gözəl şəkildə tabi olanlar ittiba edilməyə, tabi olunmağa başqalarından daha haqq sahibidirlər. Yəni biz, əlhamdülillah, ona görə də dinimizi sahabələrdən, tabiindən və onlara ən gözəl şəkildə tabi olan alimlərdən öyrənməliyik. Ona görə də bu termin, sələf-i salih termini bu yöndə bizim üçün çox vacib, çox önəmli bir termindir. Allah Azza və Cəllə bizi eşitib faydalanan qullarından etsin. Allah Azza və Cəllə bizi bu dərsləri davamlı edə bilən qullarından etsin. Bizim üçün bunları faydalı etsin. Rəbbimdən diləyim odur ki, Allah Azza və Cəllə bizi oxuduğumuz bu şeylərlə əməl edən qullarından etsin. Əmin. Velhamdülillahi Rabbil aləm.